Ey qardaşlar, yəni əsas bilmək yox, əsas tətbiqdir. Sahabələr niyə əfsər idilər? Radiyallahu anhum və radu an. Allah onlardan, onlar da Allahdan razı olmuşlar. Niyə? Çünki onlar hər bir sünnəni tətbiq edərdilər. Onlar sünnədə fərq qoymazlar. Yəni Allah Teala hər hansı bir əmri və Peyğəmbər sallallahu əleyhi və səlləm hər hansı bir əmr edərdisə, fərq qoymazlar. Vacibdir, müstəhəbdir, hətta bildikləri halda dərhal yerinə yetirərlər. Çünki niyə? Allah Rasulunun əmridir, Allahın əmridir. Nə fərqi var ki? Müstəhəbdir, vacibdir. Ondan ötəri maraqlanardılar ki, vacibi tərk etsə kəffarəsi nədir? Nə üçün müstəhəbi tərk etsə bunun kəffarəsi var ya yox? Ondan ötəri maraqlanardı. Bizdə bugünkü gün hal nədir? Allah və Rasulunun əmri gəlir, yəni birinci maraqlanır. Vacibdir, müstəhəb. Vacib isə eləyək, müstəhəbsə tərk edir. Amma sahabələrin tariqası, yolu bu deyil. Sahabələr belə yol tutmazlar. Bunlar sünnədir. Allah Resulü sallallahu əleyhi və səlləm bərəkət sünnədədir. Peyğəmbər sallallahu əleyhi və səlləm deyir. Yəni sahurda bərəkət var. Es-sahuru bərəkə. Sahur bərəkətdir. Nədir? Sünnədir. Sünnə bərəkət. Necə ki Peyğəmbər sallallahu əleyhi və səlləm buyurur ki, mən rəğəbə an sünnəti fəleysə minnə. Kim mənim sünnətimdən üz döndərərsə bizdən deyil. Bir rivayətdə deyil, məndən deyil. Yəni məndən deyil, bizdən deyil. Yəni qəsd deyil ki, müsəlman deyil. Mənim sünnəmi tətbiq edənlərdən deyil yəni.